İbn Abbas deyir, bir gün Allah elçisi sallallahu aleyhi və səlləm buyurdu, oğul, gəl sənə bəzi şeyləri öyrədim. Allahı qoru, Allah da səni qorusun. Allahı qorusan onun qarşında taparsan. İstədikdə yalnız Allahdan istə. Kömək dilədikdə yalnız Allahdan kömək dilə. Bil ki, insanlar sənə fayda vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir şeylə fayda verə bilməzlər. Həmçinin, sənə zərər vermək üçün bir yerə toplansalar belə, Allahın sənə qarşı yazdığından başqa bir şeylə zərər verə bilməzlər. Qələmlər qaldırılmış, səhifələr qurumuşdur. Ət-Tirmizi 2516, 2706-cı hədis. Əl-Əlbani səhih olduğunu bildirmişdir. Ayşə rəvayət edir ki, Bəni Məxsum qəbiləsindən olan zədəgan bir qadın oğurluq etmişdi. Həm qəbilələri dedilər, bu qadına görə Peyğəmbərlə ona Allahın salavatu və salam olsun kim danışa bilər? Lakin heç kəs bu haqda onunla danışmağa cəsarət etmədi. Belə olduqda, Usama ibn Zeyd Peyğəmbərə ona Allahın salavatu və salam olsun müraciət etdi. Onda Peyğəmbər ona Allahın salavatu və salam olsun belə buyurdu. Vaxtı ilə İsrail oğulları arasında zədəgan ailəsindən olan birisi oğurluq etsəydi, ona dəyməzdilər. Amma kasıb oğurluq etsəydi, onun əlini kəsərdilər. Muhammedin canı əlində olan Allaha and olsun ki, əgər Muhammedin qızı Fatimə oğurluq etmiş olsaydı, onun da əlini kəsərdim. Buxari 3453, 3733-cü hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər onu Allahın salavatı və salamı olsun demişdir. Kim malından Allah yolunda iki şey xərcləsə, onu cənnət qapılarının birindən çağırıb, ey Allahın qulu, bu bir xeyirdir deyəcəklər. Namaz qılanlar namaz qapısından, cihad edənlər cihad qapısından, oruç tutanlar Rəyyan adlı qapıdan, sədəqə verənlər də sədəqə qapısından cənnətə çağırılacaqlar. Bu vaxt Əbu Bəkir dedi, atam anam sənə fəda olsun, ey Allahın elçisi. Bu qapılardan çağırılanların heç bir sıxıntı keçirməyəcəkləri bəllidir. Bəs bu qapıların hamısından çağırılan bir kimsə olacaqmı? Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi, bəli və mən ümid edirəm ki, sən onlardan olacaqsan. Əl-Buxari 1897-ci hədis. Abu Zər rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun demişdir. Uca Allah buyurur, kim yaxşı bir əməl ilə hüzuruma gəlsə, ona 10 misli qədər və əlavə 700-ə qədər və daha çox savab verərəm. Kim günah ilə gəlsə, onu həmin günaha bərabər əvəzini verərəm və ya bağışlayaram. Kim mənə bir qarış yaxınlaşsa, mən də ona bir dirsək yaxınlaşaram. Kim mənə bir dirsək yaxınlaşsa, mən də ona bir qulac yaxınlaşaram. Kim mənə doğru yeriyərək gəlsə, mən də ona doğru yürüyərək gələrəm. Kim mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla mənimlə görüşsə, mən də onun etdiyinin misli qədər məğfirətlə onun qarşılayaram. Muslim 2687, 4852-ci hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun belə buyurdu. Uca Allah sizin surətinizə və malınıza baxmaz. Əksinə, sizin qəlblərinizə və əməllərinizə baxar. Muslim 6708-ci hədis. İyad ibn Himər rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazükar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın. Mən dedim, ey Allahın elçisi, de görüm, əgər bir nəfər məni məndən daha çox nöqsanı olan bir toplum içində söysə, mən də ona cavab qaytarsam, buna görə günah qazanaram mı? Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Söyüşən iki nəfər, bir-birinə pis-pis sözlər deyən və bir-birinə yalan söyləyən iki şeytandır. Buxari, Ədəbül Müfrad, 428-ci hədis. İmam Nəvəvinin 40 hədis kitabından 10-cu hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. Həqiqətən də Allah pakdır və pak olandan başqasını da qəbul etməz. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdir. Allah buyurur, ey Peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin
və yaxşı işlər görür. Müminin surəsi 51-ci ayə. Digər bir ayədə, ey iman gətirənlər, sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin. Bəqərə surəsi 172-ci ayə. Sonra Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, birisini xatırladaraq buyurdu. Uzun bir səfərə çıxmış bir kişi, saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq, ey Rəbbim deyər, lakin yediyi haram, içdiyi haram, giydiyi haram. Haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun? Muslim 1686-2393-cü hədis. İmam Nəvəvinin 40 hədis kitabından 13-cü hədis. Ənəs rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Biriniz özü üçün istədiyini müsəlman qardaşı üçün istəmədikcə tam şəkildə iman etmiş olmaz. Buxari 13-cü hədis. Əbu Zər rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. 3 qism insan var ki, qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaq. Üstəlik, onları üzücü bir əzab gözləyir. Əbu Zər dedi, Peyğəmbər ona Allahın salavatı və salamı olsun ayəni 3 dəfə oxudu. Həqiqətən, Allah ilə olan əhdlərini və anlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır. İmran surəsi 77-ci ayə. Mən dedim, onların ümidləri boşa çıxdı, özləri də ziyana uğradılar. Kimlərdir onlar, ya Rasulullah? Peyğəmbər, ona Allahın salavatı və salamı olsun buyurdu. Libasının ətəyini topuqdan aşağı uzadan, verdiyini başa qaxan və yalandan and içməklə malını sırıyan kimsələrdir. Muslim 154, 294, 306-cı hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Sizlərdən heç kəsin əməli onu əzabdan xilas etməyəcək. Səhabələr soruşdular, səni də ya Rasulullah? Dedi, bəli, məni də. Yalnız Allahın mənə mərhəmət göstərməsi istisnadır. Elə isə doğru yol tutun. Ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona yaxınlaşın. Səhər, axşam və gecənin bəzi saatlarında yaxşı işlər görməyə çalışın. Daim orta yol tutun ki, muradınıza çatasınız. Buxari 5482-6463-cü hədis. Əbu Əyyub demişdir, bir nəfər Peyğəmbərin ona Allahın salavatı və salamı olsun yanına gəlib dedi, məni cənnətə yaxınlaşdıracaq və oddan uzaqlaşdıracaq bir əməl öyrət ki, onu yerinə yetirim. O buyurdu, heç bir şeyi Allaha şərik qoşmadan ona ibadət et. Namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmlət. Adam dönüb getdikdən sonra Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi. Əgər ona əmr edilənləri yerinə yetirsə, cənnətə daxil olar. Muslim 106-cı hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Qiyamət günü 3 sinif insan ilk sorğu-suala çəkinənlərdən olacaq. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək, bu nemətlərin müqabilində nə etmisən? O, sənin yolunda vuruşub şəhid olmuşam deyə cavab verəcək. Allah isə ona belə deyəcək, yalan danışırsan, sənə qəhrəmandır desinlər deyə vuruşmusan. Ona da artıq nail olmusan. Sonra əmr olunacaq və onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək, bu nemətlərin müqabilində nə etmisən? O, sənin xatirinə elm öyrənib onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam deyə cavab verəcək. Allah isə ona belə deyəcək, yalan deyirsən, sənə alimdir desinlər, həmçinin qaridir desinlər deyə elm öyrənmisən, Quran oxumusan. Ona da artıq nail olmusan.
Sonra əmr olunacaq və onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Sonra dünyada zəngin olmuş bir adam Allahın hüzuruna gətiriləcək və Allah ona verdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: bu nemətlər müqabilində nə etmisən? O, var dövlətimi sənin yolunda xərcləmişəm, sənin buyurduğun yerlərə sərf etmişəm deyə cavab verəcək. Allah isə ona belə deyəcək: yalan danışırsan, sənə nə səxavətli insandır desinlər deyə malından xərcləmsən, ona da artıq nail olmuşsan. Sonra əmr olunacaq və onu üzü üstə sürükləyib cəhənnəmə atacaqlar. Digər rəvayətdə belə əlavə var: sonra Allah elçisi, ona Allahın salatü və salamı olsun, dizimə vurdu və ey Əbu Hureyra, bu 3 nəfər qiyamət günü Allahın yaratdıqları içində cəhənnəm odunda yanan ilk kimsələrdir deyə buyurdu. Muslim 527-1905-ci hədis. Əbu Zər rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir: 3 qism insan var ki, qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaq. Üstəlik, onları üzücü bir əzab gözləyir. Əbu Zər dedi: Peyğəmbər ona Allahın salavatı və salamı olsun ayəni 3 dəfə oxudu. Həqiqətən, Allah ilə olan əhdlərini və anlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır. İmran surəsi 77-ci ayə. Mən dedim, onların ümidləri boşa çıxdı, özləri də ziyana uğradılar. Kimlərdir onlar ya Rasulullah? Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu: libasının ətəyini topuqdan aşağı uzadan, verdiyini başa qaxan və yalandan and içməklə malını sırıyan kimsələrdir. Muslim 154, 294, 306-cı hədis. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun minbərə qalxıb əmin, əmin, əmin dedi. Səhabələr soruşdular: ya Rasulullah, nə üçün belə etdin? Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu: mən minbərə qalxdıqda Cəbrail əleyhissalam mənə valideynlərin hər ikisi, yaxud biri qocalana dək onlarla bərabər yaşayan, sonra da onların üzünə ağ olub buna görə də cənnətə daxil olmayan bəndə zəlil olsun dedi. Mən də amin dedim. Sonra o, Ramazana yetişdikdən sonra günahları bağışlanmamış halda ondan ayrılan bəndə zəlil olsun dedi. Mən də amin dedim. Sonra o, sən yad edildiyin zaman bunu eşidib sənə salavat gətirməyən şəxs zəlil olsun dedi. Mən də amin dedim. Buxari, Ədəbül Mufrad 646-cı hədis. Abdullah ibn Amr, Allah ondan razı olsun, demişdir: bir kişi Allah elçisi sallallahu aleyhi və səlləmin yanına gələrək cihada getmək üçün izin istədi. Allah elçisi sallallahu aleyhi və səlləm soruşdu: valideynlərin sağdır? O bəli deyə cavab verdi. Allah elçisi sallallahu aleyhi və səlləm buyurdu: onların qayğısına qalmaqla cihad et. Muslim 2549, 4623, 6668-ci hədis. Əbu Said Əl-Xudri rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir: cənnət sakinləri bir-birlərindən üstün olduqları üçün onların alt mərtəbədə olanları üst mərtəbədəki otaqlara yerləşmiş möminləri şərq və ya qərb istiqamətində axıb gedən parlaq ulduzu seyr etdikləri kimi seyr edəcəklər. Səhabələr dedilər: ey Allahın elçisi, yəqin ki bu Peyğəmbərlərə ayrılmış yerdir və onlardan başqa heç kəs orada sakin ola bilməyəcək. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu: xeyr, canım əlində olan Allaha and olsun ki, bu otaqlar Allaha iman gətirmiş və Peyğəmbərləri təsdiq edən kimsələr üçündür. Buxari 3256-cı hədis. Abdullah ibn Qeys rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir: cənnətdə eni 60 milə bərabər
içi boş mirvarilərdən hazırlanmış çadırlar var. Onun hər küncündə bir-birlərini görməyən zövcələr var ki, möminlər vaxtaşırı onların yanına girəcəklər. 2 cənnət var ki, onların içindəki qab-qacaqlar və başqa əşyalar gümüşləndir. Digər 2 cənnət də var ki, onların içindəki qab-qacaqlar və başqa əşyalar qızıllandır. Əzəmət pərdəsindən başqa heç bir şey Ədin cənnətində olan kimsələrə Rəbbinin üzünü görməyə mane olmayacaq. Buxari 4501-ci hədis. Rəvayət edilir ki, Əbu Musa demişdir: Allah elçisi, ona Allahın salavatı və salamı olsun, bizə 4 cümlə ilə belə xitab etdi. Həqiqətən Allah yatmır və ona yatmaq yaraşmaz. Tərəzini indirir və qaldırır. Gecənin əməli ona gündüzün əməlindən öncə qaldırılar. Gündüzün əməli ona gecənin əməlindən öncə qaldırılar. Örtüyü nurdur. Əgər onu açsa, üzünün nuru gözünün gördüyü bütün məxluqatları yandırar. Muslim 264-465-ci hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir: Zülm etməkdən çəkinin, çünki zülm qiyamət günü zülmətlərə çevriləcəkdir. Ədəbsiz olmaqdan çəkinin, çünki Allah ədəbsiz və kobud olanı sevmir. Tamahkarlıqdan çəkinin, çünki o, sizdən əvvəlkiləri qohumluq əlaqələrini kəsməyə və özlərinə haram buyurulan şeyləri halal qəbul etməyə vadar etmişdir. Buxari, Əbadul Mufrad, 487-ci hədis. Ubədə ibn Samid oğluna belə demişdir: Ey oğul, həqiqətən sənin başına gələn bir şeyin səndən yan keçməməli olduğunu və səndən yan keçən şeylərin də sənin başına gəlməməli olduğunu bilməyincə həqiqi imanı dadmazsan. Mən Allah elçisinin, ona Allahın salavatı və salamı olsun, belə buyurduğunu eşitdim: Allahın ilk yaratdığı şey qələmdir. Allah ona yaz deyə buyurdu. O dedi: Ey Rəbbim, nə yazım? Allah buyurdu: Qiyamət saatı qopana dək hər bir şeyin qədərini yaz. O sözünə davam edərək dedi: Ey oğul, mən Allah elçisinin, ona Allahın salavatı və salamı olsun, belə buyurduğunu eşitdim: Bundan qeyri etiqad üzərində ölən məndən deyil. Əbu Davud 4702-ci hədis. Allahın ilk yaratdığı şey qələmdir sözünün izahı başqa səhih hədisdə öz əksini tapmışdır. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurur: Allah göyləri və yeri yaratdıqdan 50 min il əvvəl bütün məxluqatların qədərini yazmışdır. Onun ərşi də suyun üzərində idi. Muslim 4797-6919-cu hədis. Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun, səhabələrindən bilirsinizmi böhtan nədir deyə soruşdu. Onlar Allah və onun rəsulü daha yaxşı bilir dedilər. Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi: İnsanlar arasında fəsad törətmək məqsədi ilə insanlardan bir qisminin sözünü digərlərinə çatdırmaqdır. Buxari, Ədəbul Mufrad, 425-ci hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir: Mənim hovuzumun 2 tərəfi arasındakı məsafə Əylə, Şamda yer adı, ilə Ədən, Yəmən arasındakı məsafədən daha uzaqdır. Onun suyu qardan ağ və südlə qatışdırılmış baldan daha şirindir. Ətrafına düzülmüş qədəhlər ulduzların sayından daha çoxdur. Bir adam insanların dəvələrini hovuzunun yanına buraxmadığı kimi, mən də yad adamları hovuzumun yanına buraxmayacağam. Səhabələr dedilər: Ey Allahın elçisi, o gün sən bizi tanıyacaqsan? Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu: Bəli, sizin başqa ümmətlərdən heç birindən olmayan bir əlamətiniz var. Siz mənim yanıma dəstəmaz aldığınız əzalarınız nurlu olaraq gələcəksiniz. Muslim 581-ci hədis.